Rıza Pəhləvi artıq özünü ABŞ-nin dəstəyi ilə İranda hakimiyyətə gəlmiş hesab edir. Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi politoloq Azər Qasımov bunu İranın sonuncu şahının böyük oğlu Rıza Pəhləvinin Rusiya və Çinlə bağlı Pəhləvilər İranda hakimiyyətə gəlsə, onlar bu dövrdə Rusiya və Çinin maraqlarına hörmətlə yanaşacaq açıqlamasını Today Press TV-yə şərh edərkən bildirib. O hesab edir ki, Rıza Pəhləvi bununla bir növ Rusiya və Çinə onların da maraqlarını qorunmasının lazım olub-olmadığı ilə bağlı sual verir. Stat. Əslində isə bu Rıza Pəhləvinin yaz yuxusudur. Pəhləvi bu cür mesajlar verəndə ilk növbədə Türkiyə və Azərbaycanın mövqelərini öyrənməlidir. Çünki bu ölkələr Pəhləvinin hakimiyyətə gəlməsinə imkan verməzlər. İran cəmiyyətində görünən odur ki, Pəhləvini yenidən hakimiyyətdə görmək istəyən hissə reallıq hissini itirib. Onlar hazırki hakimiyyətdən qurtulmaq üçün kim olur olsun hakimiyyətə gəlməsini istəyirlər. Statın sonu. Ekspertin sözlərinə görə ABŞ da artıq İran hakimiyyətindən qurtulmağa çalışır. Mollaların yerinə kimin gələcəyi isə ABŞ üçün sonraki mərhələnin məsələsidir. Ekspert hesab edir ki, bu cür bəyanatların verilməsi arxı keçməmiş hop deməyə bənzəyir. Molla rejimi hələ də hakimiyyətdədir və onlar hakimiyyətdən getməmək üçün şeytanla belə razılığa gələcəklər. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.